Beyləqan Azərbaycanın orta əsr şəhərlərindən biridir. Bu şəhər haqqında ilk məlumatı bizə məşhur tarixçi Musa Kalankaytoklu vermişdi. Müəllif özünün Alban tarixi əsərində Beyləqan şəhəri haqqında çox qısa və ötəri bir məlumatlar vermişdi. Daha sonralar Beyləqan şəhəri barədə məşhur və eyni zamanda şəhərdə yaşamış İbn Namdar deyilən Məsud İbn Namdar deyilən bir tarixçi məlumatlar vermişdi. Onun məlumatları başqa tarixçilərin məlumatları ilə müqayisədə daha qiymətlidir. Ona görə ki, Məsud İbn Namdar Beyləqan şəhərində baş verən bir sıra hadisələrin şəxsən özü iştirakçısı olmuşdu. Bu mənada müəllifin verdiyi məlumatlar qeyd etdiyimiz kimi çox qiymətlidir. Lakin təbii ki, İstər Musa Kalankaytoklunun əsərində, istərsə də digər tarixçilərin verdiyi məlumatlarda yanlış məlumatlarla yanaşı qərəzli xarakter daşıyan məlumatlar da var. Ərəb tarixçilərindən İbn Hövqə, Əl-İstəxri və başqaları Beyləqan haqqında, onun məişət və təsərrüfatı, ictimai həyatı haqqında xeyli məlumatlar vermişlər. Məsələ burasındadır ki, ərəb tarixçilərinin Beyləqan haqqında verdiyi məlumatlar əsasən ərəblərin Beyləqan üzərinə hücumu ilə bağlı idi. Bundan başqa, ərəblər burada olan vergi sistemi, təsərrüfat və hətta Beyləqan ətrafında olan yollar haqqında, bu yolların hansı istiqamətlərdən nə qədər məsafə kəsb etdiyi, şəhərin ticarət əlaqələri haqqında çox qiymətli və dəyərli məlumatlar vermişlər. Bu məlumatların içərisində xüsusilə ən dəyərlisi şəhərin qeyd etdiyimiz kimi ictimai-iqtisadi həyatı haqqında verilən məlumatlardır. 5-ci əsrdə Faustos Buzant və Aqafəngil deyilən bir erməni tarixçisi Beyləqan şəhəri haqqında bəzi məlumatlar vermişdi. Bu məlumatlarda şəhərin tarixi tamamilə saxtalaşdırılmış, şəhər erməni şəhəri kimi qələmə verilmişdi. Lakin yeri gəlmişkən, Azərbaycanlı olmayan alimlər də, xüsusilə Beyləqanın tədqiqatçıları Yesin, Paxamov, eyni zamanda Yakobson bu fikirlərin tamamilə cəfəngiyat olduğunu sübuta yetirmişlər. Və istər Aqafəngilin, istər Faustos Buzandın əsərlərində deyilənlər arxeoloji qazıntılar nəticəsində özünü doğrultmamışdı. Yeri gəlmişkən həmin müəlliflər şəhərin adını Paytakaran kimi qələmə verməyə çalışmışlar və onun göyə erməni sözü olduğunu iddia etmişlər. Tarixi mənbələrin verdiyi məlumatlara görə şəhərin yaranması Sasani hökmdarı 1-ci Qubadın adı ilə bağlanır. Bu təxminən 6-cı əsrin əvvəllərinə təsadüf edir. Çox maraqlı bir təbii ki, bu inandırıcı bir fakt olmasa da, Beyləqanda aparılmış arxeoloji tədqiqat işlərinin nəticəsində müəyyən edilmişdir ki, şəhərin ən qədim mədəni təbəqəsi 6-cı əsrdə formalaşmışdır. Bura qədim Örənqalanın xarabalıqlarıdır. Örənqala əslində Beyləqan şəhərinin başqadır, bəlkə də daha qədim adıdır. Bir sıra araşdırıcılar bu adın Monqolların hücumundan sonra ortaya çıxdığını söyləyir. Həqiqətdə isə Örənqala adının bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Dilimizdə bugün də işlətdiyimiz örənə, örənlik sözü mal heyvan otaracağı, örüş, düzənlik mənasındadır. Bu mənada Örənqala düzdə, düzənlikdə tikilən qala deməkdir. Əsl adı Örənqala olan Orenburq şəhərinin də adı buradan gəlir. Bu ada Türk dünyasının çox yerində bugün də rast gəlmək mümkündür. Beyləqan tarixi Azərbaycan torpaqlarından olub, mil düzündə salınmış qədim şəhər qaladır. Bu mənada Beyləqanın tarixi mil düzünün tarixindən başlanır. Təsadüfi deyil ki, Abbasqulu Bakıxanov və bir sıra tarixçilərin yazdığı kimi, qədim Beyləqanın bir adı da millər olmuşdur. Əslində millər və Beyləqan toponimləri mənşə və etimoloji cəhətdən bir kökdəndir.
tanınmış tarixçi alim Minorski və başqalarının da qeyd elədiyi kimi, Mil düzündə min illər boyu bərqərar olan Beyləqan şəhəri də öz adını bu ərazinin qədim sakinləri olan Bilbel tayfalarının adından götürür. Millər, yəni Beyləqan, Bilbel tayfalarının yaşadığı yer adlarındandır. Bu ərazidə aparılan uzun müddətli arxeoloji qazıntılar göstərir ki, hələ eramızdan 5000 il öncə Mil düzündə ibtidai icma quruluşu dağılmağa başlamış, tayfa üzvləri arasında əmlak və sosial bərabərsizlik yaranmışdır. Eramızdan əvvəl 2-ci minillikdə Tunç dövrünün ortalarında yerli əhalinin təsərrüfatlarında maldarlıq inkişaf edir və ilk müdafiə tipli yaşayış məskənləri meydana çıxır. 10-12-ci əsrlər Beyləqanın çiçəklənmə dövrü. 13-cü əsrdə Monqol tatarların hücumları ilə Beyləqanın süqutu başlanır. Şəhər demək olar ki, yer üzündən silinir. Tarixi Beyləqan şəhərinin ən məşhur abidələrindən biri Mil minarə olub. Mil minarə haqqında tanınmış alim və səyyahlar öz əsərlərində dönə-dönə söhbət açmış, onun 11-12-ci əsrlərdə inşa edildiyini qeyd eləmişlər. Minarə bişmiş kərpicdən tikilmiş, şirəli üzlük və naxışlarla bəzədilmişdir. Söylənildiyinə görə, Mil minarə o qədər uca imiş ki, Ağcabədi və Hindarxdan görünürmüş. Abidənin adı onun ucaldıldığı Mil düzündən götürülür. Bəzi məlumatlara görə, minarə 19-cu əsrin ikinci yarısında uçub dağılmışdır. Beyləqan torpağının hər qarışında qədim tariximizin bir nişanəsi var. Örənqalanın köhnə şəhər xarabalığında hər addımda min illərdən qalma saxsı qab-qacaq qırıntılarına, bəzək əşyalarına, bəzən də yaşı 1000 ilə aşan sikkələrə, mis pullara rast gəlmək mümkündür. Hansı ustanın əlindən çıxdığı, nə qədər məclislər bəzədiyi bilinməyən bu saxsı qab qırıntıları yer üzündən silinən qədim Beyləqan şəhərinin bu günümüzə gəlib çatan son nişanəsi, yadigarıdır. Tarixi mənbələrdən məlum olur ki, 8-9-cu əsrlərdə Beyləqanda misdən pul kəsmə və pul tökmə sənətkarlığı da mövcud olmuşdur. Örənqalada arxeoloji qazıntılar zamanı müxtəlif dövrlərə aid dəfinələr tapılmışdır. Daha çoxu mis pullardan ibarət olan bu dəfinələr Eldəgizlər dövrünə təsadüf edir. 10-cu əsrə qədər Beyləqanda Ərəb xilafətinin pullarından da istifadə olunmuşdur. Monqol-Tatar baskınından sonra Beyləqanlılar yurtsuz yuvasız əzablar içində yaşayırlar. Dünya görmüş bir el ağsaqqalının gözləri vətən həsrəti ilə ağlamaqdan tutulmuşdu. O öz yeganə oğlunu yanına çağırıb deyir: "Oğlum, görürsən ki, ömrümün axırını yaşayıram. Dur, at gətir. Bir son dəfə gedim Beyləqan xarabalığını ziyarət edeyim, vətənin ab-havasını dur." Oğlu bir at özü üçün, bir at da qoca atası üçün yəhərlədi. Səhərdən gün ortaya qədər at sürdülər. Beyləqan xarabalığına az qalmışdı ki, qoca kişi soruşdu:
Oğul, deyəsən Beyləqan torpağına çatmağa az qalıb. Oğul dedi. Nədən bilirsən atacan? Nədən bilirsən ki Beyləqana az qalıb? Oğul, Beyləqanın havasını açıq-aşkar duyuram. Düz deyirsən atacan, Beyləqana az qalıb. Qoca kişi atın üstündə başını aşağı əyib, atın yalmanına söykəndi. Oğlu dedi, atacan, niyə belə eləyirsən? Niyə başını əyirsən? Atası dedi, oğul, qorxuram ki, gözlərimə ağac budaqları dəyər. Oğlu gülümsəyərək dedi, əşi, nə danışırsan, burada meşə nə gəzir, ağac nə gəzir? Atası dərindən köks ötürüb söylədi ki, ayor, bir vaxt buralar qalın meşəlik idi, hər yer cənnət məkan idi. Heyf o günlərdən, heyf belə gözəl şəhərdən, deyib geri qayıtdı. Beyləqan şəhəri həmişə susarıdan əziyyət çəkir. Əkinlər, biçənəklər susuzluqdan kim bilir neçə min kərə yanıb qaralır. Buna görə də bu yerdə yurt salan babalarımız əvvəlcə işin bu tərəfini düşünürlər. 1000 bir zəhmət bahasına Araz çayından bu düzənliyə arxlar çəkiblər ki, bunlardan biri də Govurarxdır. Govurarx və Hindarx süni suvarma kanalları kimi əsrlər boyu bu geniş çöllərin həyat damarı olur. Tanınmış orta əsr tarixçiləri, səyyahlar öz qeydlərində bu arxlardan söhbət açıblar. Beyləqan şəhəri xarabalığa çevriləndən sonra Govurarx da qurulur. Aradan uzun bir dövr keçir. 19-cu əsrin əvvəllərində Xurşudbanu Natəvan bu arxı öz vəsaitinə yenidən bərpa etdirir. Mil düzünə su gətirir. Bu vaxtdan bu arx Xan qızı arxı adı ilə tanınır. Babam Cabbar deyərdi ki, ayol, bu yerin başına gələnləri çox eşitmişik. Danışmaqla qutaran deyil, bitən deyil. Neçə-neçə xaqanlar, xanlar, quldurlar, basqınçılar mil düzündə at oynadıb, hər şeyi məhv eləyiblər. Bu dəfə yerin adı haramı kimi tanınmağa başladı. Hər yetən dedi, ey müldüzü, haramısan, haramı, səndəki o qədər can hanı, insan hanı, hamısını uddun, hamısını yox elədin. Yəni haramı sözü udan, məhv eləyən deməkdir. Ucu bucağı görünməyən deməkdir. Həm də həramilər sözü qaçaq quldura deyirlər. Beyləqan torpağında qədim təpələr çoxdur. Onlardan İlanlı təpə, Turaclı təpə, Çardağlı təpə, Gül təpə, Qala təpə, Sarı təpə və Üç təpə coğrafi görkəminə görə diqqəti cəlb edir. Əsrlər boyu yelin quzun, qarın yağışın altında qalan, üstünü ot basan qədim şəhər xarabalığı bugün təpə kimi görünür. Bu təpələrin altında tariximizin kim bilir nə qədər yadigarı yatmaqdadır. Aradan keçən əsrlər o canlı tarixi unutdura-unutdura bir əfsanə pərdəsinə bölür.
Məsələn, Üçtəpə haqqında. Belə rəvayət edirlər ki, Teymur Ləng bahar çağı Mil düzünə gəlir. Beyləqan şəhərinin xarabalıqlarını görür. Yerində yenidən şəhər saldırmaq istəyir. Hər şeydən əvvəl ona hündür qala bürcü lazım idi ki, gözətçiləri ətrafı görə bilsinlər. Vaxtın darlığından buna imkanı çatmır. Qoşunu 3 yerə bölür. Hərəyə 7 torba torpaq gətirib yan-yana Üçtəpə ucaltmaq əmri verir. Beləcə, Üçtəpə Əmir Teymurdan yadigar qalır. Beyləqan müqəddəslər yurdudur. Bütün müsəlman dünyasının Cərgiz Peyğəmbər kimi tanıdığı bir tanrı elçisi uyuyur bu torpaqda. Həzrəti Cərgiz 315-ci ildə Fələstində anadan olur. Rəvayətə görə 16 yaşında ona Peyğəmbərlik verilir. Məhəmməd Peyğəmbərdən öncə təkallahlılığı təbliğ elədiyinə görə təqib olunur. Belə rəvayət edirlər ki, 77 il ömür sürən Həzrəti Cərgiz 14 dəfə ölüb dirilib. Sağlığında 33 min adam ona iman gətirib, təkallahlılığı qəbul edib. 392-ci ildə dünyasını dəyişən Cərgiz Peyğəmbər qədim bir qəbirstanlıqda dəfn olunub. Onun məzarının harda olduğunu ilk dəfə Həzrəti Əlinin Beyləqanlı zəvvarlara nişan verdiyi güman edilir. 1221-ci ildə Monqol Tatar qoşunları Beyləqan şəhərini viran edib, xarabaya çevirəndən sonra Cərgiz Peyğəmbərin məzarı da bərbad hala düşmüşdür. 19-cu əsrin əvvəllərində Aşıqlı Elatının ağsaqqalı Hacı Qurban Cərgiz Peyğəmbərin məzarını bərpa elətdirmişdir. Hacı Qurban vəfat eləyəndə oğluna vəsiyyət edir ki, bu məzarın üstündə günbəz dikdirsin. 1913-1915-ci illərdə Hacı Qulu atasının vəsiyyətinə əməl eləyərək Cərgiz Peyğəmbərin məzarı üstündə bu türbəni tikdirir. Köhnə yurt qəbirstanlığından bəlli olar deyərlər. Bu mənada Beyləqan torpağındakı hər məzar daşı tariximizin uzaq keçmişindən soraq verir. Kim bilir neçə kərə yer üzündən silinən, itib batan bu qədim şəhər, bu torpaqda uyuyan şəhidlərin, müqəddəslərin məzar daşları şəklində bir daha ayağa qalxmağa can atıb. Əsrlər boyu üzü Tanrı nuruna dik dayanan bu baş daşları əslində dədə babalarımızın ölümsüz yurt nişanələridir. Fəsildən fəslə, nəsildən nəslə, aranlı dağlı köç eləyən iradlarımızın qonalağa yeridir bu qəbirstanlıq yeri. Hara getsək, harda olsaq, bizi işığına çəkən, hayna, havarına səsləyən müqəddəs ocaqdır. Bu torpaqda dünyaya gələn Mücirəddin Beyləqani ədəbiyyat tariximizdə dərin iz qoymuş, Nizami Gəncəvi, Xaqani Şirvani kimi məşhur şairlərimizlə bir dövrdə yaşamışdır. Mücirəddin Beyləqani Xaqani Şirvaninin tələbəsi olmuşdur. Təhsilini Şamaxıda almışdır. Qara telli gözəlim, qulam o tellərə mən, min yazığın naləsi gəlir hər bir telimdən. Qədim Beyləqanın izi neçə kərə yer üzündən silinsə də, şanı şöhrəti tarixdə, adı sanı ürəklərdə yaşadı. Azərbaycan öz tarixi müstəqilliyinə qovuşunca, Beyləqan da öz tarixi adına qovuşdu. İndiki Beyləqan kim bilir yerin yox, göyün neçənci qatındadır. Hər torpaq qatının içində bu qədim ocağın bir nişanəsi var. Həqiqət budur ki, bugünkü Beyləqanın kökü çox-çox dərinlərdədir. Oturduğu, oturuşduğu,
təməllər vaxtın zamanın özü kimi ölümsüzdür. Yurt izanı yol izanından öncədir. Beyləqan əski yurt yeri kimi neçə yolların qovşağındadır. Bu el mənzilə uzaq Çindən başlayan karvanlara da, qoyunlu quzulu, obalı oymaqlı, arandan dağa köçən tərəkəmələrə də yurd olub. Bir sorağı Təbrizdən, bir sorağı Dərbənddən gəlib. Beyləqan torpağında doğulanlar da beləcə tariximizlə nəfəs alıb, tariximizin havasında böyüyürlər. Yayda yaylaq deyib, 100 dağ beli gəzsələr də, payız olunca köç-köç olub, 1000 illərin ocaq külü qarışmış doğma torpağa qaydırlar. Köynə yurt yerləri şelləndikcə, hər evin bacasında qədim Beyləqanın ruhu dolaşır.